Endi ise Sloveniyaning davlat himni. And now the national anthem of Slovenia.
Rəvan Kərimov topa çata bilmədi. David Sitar. Sitarın irəli ötürməsi. Hələ ki, məzmunlu hücum qura bilməyib Sloveniya seçməsi. Əlbəttə ki, ilk görüşdə müəyyən həyəcan var idi və bu həyəcan artıq geridə buraxmışıq. Çox rahat şəkildə oyunumuza davam edirik. Samir Həmzəyev. Vəli Qafarov. Ötürmə. Ramiz Çovdarov. 16-cı dəqiqə qarşılaşmada. Və top yan xətdən çıxır. Beşliklər yenə də dəyişir millimizdə. Bu beşlik meydançada olanda 2 gol vuruldu. Elvin Əlizadənin 2 qolu. İkinci qolda tam əmin deyiləm. Emil Mehdi Rızayevə top toxunmuşdu, yoxsa yox, amma istənilən halda Elvin Əlizadənin rolu çox böyük. Əmin qolda Eşkin Tağıyev geri oynayır. Emil Mehdi Rızayev. Ötürmə Elvin Əlizadə. Elvin. Top geçmir. Eşkin Tağıyev. Əla bağladı topu. Vəli Qafarovla oynuyor. Təmkin Xəlilzadə. Eşkinə top gəldi, çatdı. Oyunu davam etdirmək olar mı? Hakim görüşü saxlayır. Toqquşur futbolçular bu məqamda. Kimlərindi? Meydançaya çıxırlar. Sloveniyanın həkimi və millimizin bu görüşdə hesablı qələbə qazanmaq istəyir seçmə komandamız və maçça da əla başlamışıq. Bu görüşdə qalib gələcəyimiz təqdirdə sonuncu turda Mavritaniyanı məğlub edib qrup lideri kimi play-off'a çıxa bilərik, amma əlbəttə ki, həmin məqamda top fərqi də önemli xarakter daşıya bilər. Bərabərlik olacağı təqdirdə Mavritaniyada çox qaçan komandadır. Qəribə oyun tərzləri də var, bunu maçlarını izləyənlər, həmin azarkeşlər də bilirlər. Yəni asan olmayacaq, amma həmin görüşdə millimiz qələbə qazanmalıdır. Qazanmasa belə, bax bu oyunda gol ehtiyatını daha da artırıb həmin maçda İşte birdən heç-heçə olsa da bir problem yaşamamaq olar. Təmkin Xəlilzadə gücdən zərbəni yerinə yetirir. Elvin'in zərbəsi top qapı tirinə dəyir. Sol. Elvin Əlizadə yenə də fərqlənə bilərdi. Sloveniyalılar topladı. David Sitar. Sitar'ın irəli ötürməsi. Qayda pozuldu. Cərmə zərbəsini Sloveniyalılar yerinə yetirirlər. Geri ötürmeyle başlayır. Boşdan Preskar. Eşkin Tağıyev yaxşı oynamışdı. Preskar out atışını yerine getirdi. Vukovic. Elvin. Ona karşı qayda pozulur. Üçüncü golu da vurabilərdi. Elvin Əlizadənin zərbəsindən sonra top qapı tirinə dəydi. Elvin. Eşkin Tağıyev. Yeniden Elvin Əlizadə. Eşkinle oynuyor. Vəli Qafarov. Eşkin Tağıyev geriye ötürmə. Elvin Əlizadə. Tez-tez Eşkin açılır. Top istəyir Elvin'dən. Elvin Əlizadə. Vəli Qafarov. Vəli Qafarov. Çox irəli çıxmışdı.
Az qala topu itirəcəkdi. Hazırda meydançada olan millimizin üzvlərinin hər biri birbaşa Bakının futbolçuları da qapçıdan tutmuş digər oyunculara qədər Çempionlar Liqasının qalibi olan birbaşa Bakının üzvləridir. Hazırda meydançada olan futbolçular. Əlbəttə ki, bir neçə klubdan oyuncu cəlb olunub. Azərbaycan Mini Futbol Federasiyası bu idman növünün inkişafına nail olmaq üçün ən önəmli addımlardan biri kimi məhz yerli çempionatın təşkilini ön plana çəkdi və artıq neçənci mövsümdür ki, bu çempionat davam edir. Yeni oyuncular milliyə cəlb olunur. Birbaşa komandası çempionluq uğrunda Zirə ilə əsasən mübarizə aparır. Zirə komandasından da bir neçə futbolçu millimizin üzvüdür. Və əlbəttə ki, bax belə ən gücləri bir yerə toplayıb, ən effektiv heyət yaratmağa çalışıb Elşad Quliyev. Bu görüş göstərir ki, bu Elşad müəllimdə alınıb. Elvin Əlizadə top yan xəttdən çıxır. Alt atışını Sloveniya seçməsi yerinə yetirir. Miha Kostanşek geri ötürdü topu. Zərbə dəqiq alınmır. Eşkin Tağıyev zədələndi. Meydandan çıxdı. Yenə də beşliklər dəyişir. Xətai Bağırov da bu dəfə oyuna qoşulur. Mirkamil Əliyev. İrəli ötürmə Rəvan Kərimov. Rəvanın ötürməsi keçmədi. Mirkamil. Top Xətaiyə də çatmır. Talih Babayev topu qazanırıq və hakim bildirir ki, qayda pozulmuşdu. Miha Kostanşek. Geri ötürmə top Mirkamilə deyərək yan xəttdən çıxır. Sloveniya komandasının hücum çəkdi, geri oynayırlar. Burada qayda pozulmuşdu. Xətai Bağırov istəməsə də qaydanı pozur. Cərimə zərbəsini Sloveniya komandası yerinə yetirəcək. Adi bir epizodda az qala topu itirəcəkdilər. Yenə də qayda pozuntusu artıq Xətai Bağırova növbəti belə kobulluq zamanı və rəqəm göstəriləcək çox güman. 5 saniyə ərzində 2 dəfə kobulluq etdi rəqibə qarşı. Qüvvətli zərbə qapıya dəqiq alınmır. Vəli Qafarov. Ötürməsi Mirkamil Əliyev. Topu itirir Mirkamil. Sloveniya komandasının hücumunu istəyirik və Ramiz Çovdarov Mirkamil Əliyevin kobud səhvini sığortalaya bilir. Mirkamil Əliyev ötürmə üçün daha bir zərbə və Xətai Bağırov. Üçüncü topu rəqib qapısından keçiririk. Bir qədər əvvəl ardıcıl 2 kobudluq etmişdi. Amma indi dünya çempionatında adını tabloya yazdırır. Xətai Bağırov 3-cü topu Sloveniya millisinin qapısından keçiririk. Mirkamil Əliyev isə bu epizoddan əvvəl səhv etdiyi az qala rəqib fərqlənəcəkdi, amma daha sonra səhvini bu mükəmməl ötürməklə yudu. Sitar. Boşdan Preskar. Ötürmə yenidən Sitar. Çətinliklə topu uzaqlaşdırır Mirkamil Əliyev. Ramiz Çovdarov geri oynuyor. Rəvan Kərimov.
Geri ötürmə, David Sitar. Preskar yenidən Sitar'la oynuyor. Sitar'ın ötürməsi yaxşı alınmır. İlk hissədə əsas vaxt yekunlaşıb. Və yenə əlbəttə ki, fasilələr var idi. Yəqin ki, bir dəqiqə daha davam edəcək. İlk hissəm Talih Babayev. Bir Kamil Əliyev əla buraxır topu. Ramiz Çovdarov. Küncdən zərbə olacaq. Çox yaxşı oynamışdı Mir Kamil. Küncdən zərbəni Ramiz Çovdarov yerinə yetirir. Çovdarovun ötürməsi Xətai Bağırov az qala dublunu rəsmiləşdirəcəkdi. Top qapının yanından keçdi. David Sitar. Talih Babayev. Levan Kərimov çevrilib qaçmağa çalışır və burada hakim fitini səsləndirdi. Kərmə zərbəsini Sloveniya komandası yerinə yetirir. İrəli ötürmə Ramiz Çovdarov. Yenidən topu qazanırıq Talih Babayev. 4-cü qolunu vura bilərik Xətai Bağırov. Geri oynuyor Ramiz Çovdarov və beləliklə ilk hissə yekunlaşır millimiz. 3-0 hesabıyla irəlidədir. Fasilədən sonra yenidən birlikdə olacaq hələlik. Sloveniya-Azərbaycan maçı davam edir. İkinci yarı başlamaq üzrədir. Hesab 3-0 Azərbaycan milli komandasının xeyrinə. Second half in the match. The score is Slovenia 1, Azərbaycan 3. Mini futbol üzrə dünya çempionatında millimiz ikinci oyununa çıxıb və Sloveniya seçməsi ilə qarşılaşırıq. İlk hissədə rəqib qapısından 3 top keçirmişik. Üstünlüyümüz davam edir və indi Sloveniya futbolçuları müdafiədən çıxmağa çalışırdılar. İrəli ötürmə. Təmkin Xəlilzadə. Geri oynuyor. Qapçımızda dəyişib Ağaseyid Qasımov ikinci hissədə. Vəli Qafarov əvəzləyir. Elvin Əlizadə. Uzun ötürmə Müseyib Əliyev. Müseyibdən zərbə topu. David Sitar tuta bilir. David Sitar. Şiga Angel. Çinahla oynamışdı. Domin Potočnik topu geri ötürdü. Təzyiq göstərib topu qazana bilərik. Tez bir zamanda irəli ötürmə Müseyib Əliyev topu əla saxlayır indi. Təhlükəli hücum qura bilərik. Vüsal İsayev. Vüsal topladı. Vüsalın zərbəsi top. Müdafiəçidə deyərək qapı xəttindən çıxır. Küncdən zərbə olacaq. Təmkin Xəlilzadə. Təmkin topu geri ötürdü. Vüsal İsayev. Əla alınmışdı zərbə. David Sitar da topu görmürdü və belə məqamda fərqi daha da artıra bilərdik. Sitar. Top yan xətdən çıxır. Elvin Əlizadə. Out atışını yerinə yetirir. Eşkin Tağıyev. Yenidən Elvin. Ötürmə o qədər də yaxşı alınmadı. Eşkin sona qədər rəqibi təqib etdi və Vüsalla birlikdə topu yenidən qazandırdılar komanda. Elvin Əlizadə. Cinahla oynuyor Vüsal İsayev. Vüsal hələ ki topu özündə saxlayır. Təmkin Cinaha çəkilir Elvin Əlizadə. Topu qəbul etdi. Elvin Əlizadə əla çəkir topu və ona qarşı qayda pozulur əlbəttə ki. 77 nömrəli Domin Potočnik. Qaydanı pozmuşdu. Cərimə zərbəsini komandamız yerinə yetirir. Elvin Əlizadə və Eşkin Tağıyev.
Yəqin ki, Elvin özü yeni yetirəcək ötürmə olacaq. Çox güman Elvin Əlizadə. Elvinin ötürməsi uzaq küncə keçmədi. Artıq Təmkin Xəlilzadəni tuturdular. Ona görə də Elvin planı dəyişdi. Və hücumda beləcə yekunlaşdı. Sloveniya komandasının cəhdini izləyirik. Təmkin topu komandamıza qazandırır. Vüsal İsayevə əla ötürmə. Vüsal topu çevirməyə çox çalışdı amma alınmır. Təmkin Xəlilzadə rəqibin qarşısında dayanmışdı və top indi qapı xəttindən çıxır. Ağa Seyid Qasımov, Elvin Əlizadə. Elvin topu irəli ötürür. Eşkin Tağıyev. Ağa Seyid Qasımov mükəmməl saxladı topu. Vüsal İsayev. Vüsal. Mərkəz zonir Elvin Əlizadə. Elvin elə ki topu özündə saxlayır. Geri ötürmə Ağa Seyid Qasımov. Elvin Əlizadə. Yenidən topu Ağa Seyidə verir. Hələ ki rəqibin onların üzərinə gəlməsini gözləyir futbolçularımız. Və indi sol cinahda Vüsal İsayev. Sloveniyalılar yenə də geri çəkiliblər. Vüsal İsayev topu sağa çəkir. Qüvvətli zərbə. Top qapının üstündən keçir. David Sitar. Təmkin Xəlilzadə. Təmkin Xəlilzadə. Az qala. Dördüncü topu vuracaqdı. Beşliklər dəyişir. Bəzi əvəz etmələr oldu. Bəli, Məhəmməd Xəlilov da oyuna çıxdı. Xətai Bağırov da ilk hissənin sonunda fərqlənmişdi. Xətai hətta dubl də edə bilərdi. Xətai Bağırovun növbəti cəhdi. Hücumu millimiz davam etdirəcək. Talih Babayev. Talih Babayev. Yan xətdən top oyuna daxil edir. Geri ötürmə Ramiz Çovdarov. Çovdarov cinahla oynadı. Mirkamil Əliyev. Geri oynayır Ağa Seyid Qasımov. Məhəmməd Xəlilov. Məhəmməd elə ki topladı. Biraz irəliyir. Talih özü ilə oyuncu apardı. Məhəmməd Xəlilov. Mirkamil Əliyev. Qapçısına ötürür topu Ağa Seyid Qasımov. Ağa Seyid Qasımovun irəli ötürməsi Ramiz Çovdarov. Top yenidən onun önünə düşür amma müdafiəçilər də yaxşı oynadılar. Xətai Bağırovun zərbəsi yenə də yaxşı alınmışdı. David Sitar düzgün mövqe seçərək topu tuta bildi. Mirkamil Əliyev qayda pozuntusu yoxdur. Out atışından top oyuna daxil etməlidir Sloveniyalılar. Boşdan Preskar. Geri ötürmə. Sloveniya komandasının hücumunu izləyirik. Preskar. Yine de geri oynuyor. David Sitar. Sitar uzun ötürmə. Xətai Bağırov başla topu qarşıladı. Qayda pozulur. Top Azərbaycan millisindədir. Hələ ki ikinci hissədə fərqlənə bilməmişik. Talih Babayev geri ötürmə. Ağa Seyid Qasımov. Ağa Seyid, Ramiz Çovdarov. Çovdarovun ötürməsi Məhəmməd Xəlilov topu qəbul edir. Məhəmməd Xəlilov. Top bitkisi burada. Hakim davam deyir. Məhəmməd qaydanı pozsa da. Top Sloveniya komandasındadır. Ötürmədə qalınmadı. Xətai Bağırov. Talih Babayev geri oynayır. Ramiz Çovdarov. Çox soyuqqanlı oynadı. Gözə gəldi Ramiz. Eybi yox. Top yan xətdən çıxır. Mario Şukala.
Məhəmməd Xəlilov topu irəli vurur. Talih Babayev rəqibini əla qabaqladı Talih. Ramiz Çovdarov mərkəz oynadı. Talih Babayev cinahla irəliyir. Talihin geri ötürməsi Xətai Bağırov. Xətai tələsmir. Top elə gözündə saxlayır. Geri ötürmə Ramiz Çovdarov. Çovdarov 3 cəhd verildi. Heç birində topu komanda yoldaşına çatdıra bilmir. Top rəqibə keçir. Xətai Bağırov az qala rəqibin səhvindən istifadə edəcəkdi. Məhəmməd Xəlilov da pressing tətbiq edir. David Sitar. Mirkamil Əliyev. Mirkamil Əliyev. Rəqibinə əla keçmişdi. Və hakim görüşü saxladı. Cərimə zərbəsini komandamız yerinə yetirir. Ramiz Çovdarov. Bir xeyli geri çəkilib, yəqin ki özü zərbə vuracaq. Ramiz Çovdarov. Çovdarovun qüvvətli zərbəsi top rəqib oyunculara deyil. Mirkamil Əliyev geri oynadı. Ağaseyid Qasımov, Ramiz Çovdarov. Çovdarov irəli oynayır. Xətai Bağırov. Mirkamil Əliyev. Mirkamildən əla ötürmə zərbə və top qapının yanından keçir. Talih Babayev 4-cü qolumuzu vura bilərdi. David Sitar. İrəli ötürmə. Mirkamil rəqibin üzərinə gedir və burada qaydanı pozur. Mirkamil Əliyev sarı vərəqə. 77 nömrəli futbolçumuza göstərilir. Kamran Abdullazadə də ilk dəfə oyuna çıxacaq indi. Demək olar ki, heyətimizin üzvlərinin bəli, Kamran sonuncu idi. Hər biri bugün meydançaya çıxdı. Sloveniya komandası cərimə zərbəsini yerinə yetirir. Səslənir. Qüvvətli zərbə qapıya, top qapıdan aralı keçdi. Ağaseyid Qasımov Mirkamil Əliyevlə oynuyor. Görüşdə 37-ci dəqiqə. Ağaseyid Qasımov olur, əlbəttə ki, belə məqamlar olur. Hər kəs geri qayıtdı, öz mövqeyini tutur yenidən. Ötürməz sol cinaha, Xətai Bağırov rəqibin qarşısındadır. Məhəmməd Xəlilov topu almağa çalışır indi Xətai Bağırov yenidən. Zoran Vukovic ötürməsindən sonra top yan xətdən çıxır. Sloveniya həmləsini davam etdirəcək. Out atışı yerinə yetirildi. Talih Babayev. Talih topu irəli atır amma top rəqibə gedir şimdi. Kamran Qurbətov yaxşı oynamışdı. Ötürmə Xətai Bağırov. Xətainin zərbəsi və David Sitar komandasını xilas edir bu məqamda. Mirkamil Əliyev.
Kamran Qurbətovun əla ötürməsi və Kamran Abdullazadə dünya çempionatında meydana çıxan kimi ilk toxunuşundaca fərqlənir. Kamran Abdullazadənin ilk toxunuşuydu. Debüt toxunuşu və debüt qolu. Komandamız isə 4-cü dəfə sevinir artıq. Samir Əmzəyev yenidən oyuna qoşulur. Kamil Əliyevlə mübarizə aparırdı Giga Angel. Avtaçı yerinə yetirildi. Artıq Sloveniyalılar oynayan golkiperlə mübarizə aparırlar. Sloveniya komandası ilk görüşdə Mavritaniya ilə peç-içi oynadı. Və indi onlar bu görüşdə məğlub olmaqla öz işlərini çox çətinə salırlar əlbəttə. Dünya çempionatında yollarına davam etməyə şanslarını demək olar ki itirirlər. Kamran Abdullazadə top qapının üstündən keçir. Fərqlənməyə imkanımız çox olacaq, fürsətlər çox düşəcək. Sloveniyalılar oynayan qapçı ilə mübarizələrini davam etdirirlər hazırda. Ona görə də belə məqamlar çox olacaq. Dörd cavabsız golla öndəyik. Vukovic. Kostançek. Miha Kostançek ötürməsi yaxşı alınır. Yenidən Kostançek. Vukovic atır topu. Vukovic. Biraz irəlilədi. Cinahı ötürmə. Giga Angel. Topu komanda yoldaşına çatdıra bilmir. Müseyib Vəliyev. Samir Əmzəyev. Yenidən Müseyib. Geri oynadığı Seyid Qasımov. Kamran Qurbətov. Ağa Seyid Qasımov. Kamran Abdullazadə. Geri çəkilmişdi. Onun ötürməsi Ağa Seyid Qasımov. Hələ ki, arxa xəttdə topu özümüzdə saxlayırıq. Böyük hesablı qələbə çox əla nəticədir bu görüş üçün. Sonuncu turda Mavritaniya ilə qarşılaşacağıq. Qrup liderliyi baxımından bu maçda belə qələbə qazanmağımız çox əhəmiyyətlidir. Əlbəttə ki, məqsəd Mavritaniyanı da məğlub etmək olacaq, amma bərabərlik olacağı təqdirdə əgər vurulan, buraxılan topların sayına baxılsa, ona görə də artıq indidən bu vəzifəni öhdəsindən tam şəkildə gələ bilərik. Rəvan Kərimov qaydanı pozur. Zoran Vukovic. Ötürmə. Kostançek. Bəli, Milli Gimnastik Arenasında şəhidlər ölməz, vətən bölünməz sədalarını eşitdiniz. Azərkeşlərimiz arenanı çox hissəsini demək olar ki doldurublar. Millimizə dəstək olmağa gəliblər. Hava çox yüksəkdir və komandamız da onları sevindirir. Vurulmuş 4 gol dünya çempionatında ilk qələbəmizi qazanmağa yaxınıq.
Ötürmə mərkəzə. Kamran Abdullazadə. Kamran Abdullazadə. İki oyunçunun əhatəsindən çıxmağa çalışdı, alınmır. Rəvan Kərimov. Geri oynuyor. Ağaseyid Qasımov. Xətay Bağırov yenidən. Meydançaya qayıdır. Müseyib Əliyev geri oynadı. Seyid Qasımov. Kamran Qürbətov. Sloveniya komandasının hücumunu izləyirik. Sol çınaqdan zərbə və Seyid üçün yaxın küncü bağlamaq elə də ciddi problem yaratmadı. Sloveniyalılar təsəlli qolunu vurmağa çalışırlar. Düzdür, hələ vaxt var, amma oyunun gedişatı da bunu deməyə əsas verir ki, komandamız rəqibə şans verməyəcək. Çox üstünlük Sloveniya komandasına ümidvarıq ki, qarşıdakı bütün görüşləri bax belə üstünlüklə keçirərik. Onu da vurğulamaq lazım ki, çox maraqlı çempionatdır. Maraqlı nəticələr qeydə alınır. Məsələn, bugün son dünya çempionu Rumıniya komandası Çad Respublikasına məğlub oldu. 4-2 hesabı ilə Çad son dünya çempionu və ən titullu mini futbol yığmasını məğlub etdi. Yəni, belə məqamlar yaşanır dünya çempionatında. Biz çempionatın təşkilatı məsələlərindən danışdıq. Əlbəttə ki, buna görə Mini Futbol Federasiyasına çox böyük təşəkkür düşür və bax, bu azarkeşlərə minnətdar olmaq lazımdır. Əla hava yaradıblar Milli Gimnastika Arenasında. Bununla yanaşı komandalar ən güclü heyətlərlə gəliblər. Çox maraqlı və gözlənilməz nəticələrlə davam edən bir çempionat izləyirik. Kostanşek. Kostanşekin irəli ötürməsi. Yenidən Kostanşek geri oynuyor. Žiga Anžel. Müseyib Əliyev topun qarşısını kəsir. Təmkin Xəlilzadənin ötürməsi. Kostanşek. Təmkin Xəlilzadə topu yenidən qazanmağa çalışırdı. Elvin Əlizadə başla qarşıladı. Görüşün 48-ci dəqiqəsidir. Zoran Vukovic cinahla oynuyor. İrəli daha bir ötürmə. Müdafiədə boşluq, zərbə qapıya. Top qapının yanından keçdi. İndi Elvin Əlizadə çox rahatdır, çox soyuqqanlıdır. Üstünə bir rəqib də gələndə, iki rəqib də fərq etmir. İndi bir Mehdi Rızayev topladı. İrəli ötürmə. Təmkin Xəlilzadə çox dibdə idi, belə deyək. Topa çata bilmədi. Burada isə qayda pozulur. Qayda pozulur. Cərmə zərbəsini Sloveniya futbolçuları yerinə yetirəcəklər. Artıq görüşün sonuna az qalıb. Top qapının üstündən keçdi.
Eşkin Tağıyev. Eşkin geri ötürmə. Ağaseyid Qasımov əla oynadı. Bir Mehdi Rızayev, Elvin Əlizadə. Vüsal İsayev. Daha bir ötürmə, təmkinin zərbəsi, amma Kostanşek topu tutabildi. Yeri gəlmişkən Elvin Əlizadə haqqında dedik ki, ən güclü yarım müdafiəçi seçilmişdi. Avropada hazırı toplu olan Vüsal İsayev də ən güclü müdafiəçi seçilib Avropada və az qala indi komandamız 5-ci topu rəqib qapısından keçirəcəkdi. Kostanşek. Kostanşek cinahla oynuyor. Sloveniyanın hücumlu insiri Elvin Əlizadə topu rəqibdən rahatlıqla alır. Eşkin Tağıyev. Top ayağına ilişdi, amma Eşkin özü öz səhvini düzəldir. Vüsal İsayev. Vüsal, Elvin Əlizadə. Təmkində top gözləyir Elvin Əlizadə. Ağaseyid Qasımov. Ayaqla çox yaxşı oynayır Ağaseyid Qasımov. Digər qapçımız Vəli Qafarov da həmçinin. İndi Elvin Əlizadə topladı. Ötürməsi Təmkin Xəlilzadə. Elvin Əlizadə. Rəqibi yanıltdı futbolçularımız. Maçın əsas vaxtı yavaş-yavaş yekunlaşır. Vüsal İsayev. Və beləliklə milli komandamız dünya çempionatında ikinci görüşündə Sloveniyanı 4 cavabsız golla məğlub edir. Bütün azarkeşlərimizi bu mükəmməl qələbə münasibəti ilə təbrik edirik. Həm Milli Gimnastika arenasında toplaşan azarkeşlər, həm də İdman TV vasitəsilə bizi izləyən tərəfdarlar. Çox vacib, önəmli və əla qələbə idi. Millimizə növbəti oyunlarda uğurlar arzulayırıq və reportajımızı yekunlaşdıra bilərik. Yayımın rejissoru Tural Rəcəbov idi. Oyunu sizin üçün Tural Məmmədli şərh etdi. Gələn görüşlərə də.